Salam, bu gün sizinlə Güvən Nəşrləri 2025-ci ilin test toplusundan The Adjective sifət mövzusuna baxırıq. İlk olaraq Simple Derivative Compound Adjectives, yəni sadə, düzəltmə və mürəkkəb sifətlər haqqında testi görürük. Birinci sualda bizdən Adjective Forming Suffix, yəni sifət düzəldən sufikslər istənilir. Baxırıq ki, D variantı doğrudur. Burada al və y şəkilçisi sifət düzəldən deməli sufikslərdir, şəkilçilərdir. Məsələn, aldan deyə bilərik ki, historical, tarixi, y şəkilçisi ilə isə rainy, yağışlı, dirty, çirkli, lucky, uğurlu, şanslı bu kimi sözləri yarada bilərik. İkinci sualda music, deməli musiqi sözündən musical, yəni musiqili mənasını verən söz yaranır. Deyə bilərik ki, musical instrument, musiqi aləti. Yəni məna demək olar ki, olduğu kimi qalır, çox dəyişmir. Al şəkilçisini əlavə edə bilərik. Üçüncü sualda create. Create yaratmaqdır. A variantı creative deyə bilərik. Creative yəni yaradıcı, kreativ mənasını verir. Dördüncü sualda fame, famous olacaq, D variantı. Və beşinci sualda less hansı sözlərə əlavə oluna bilər? Deyə bilərik ki, useless, yəni faydasız və yaxud da helpless, köməksiz. Doğru cavabımız olacaq burada A variantı. Altıncı sualda simple adjectives, yəni sadə sifətlər bizə lazımdır. Sadə, yəni heç bir şəkilçi ilə düzəlməyən sifətlər. Baxırıq ki, burada beautiful. Beautiful sözü beauty, yəni gözəllik sözündən full artırılmaqla düzəlib. Düzəltmə sifətdir və lucky, bayaq dediyimiz y şəkilçisi ilə düzələn sözdür, uğurlu. Düzgün cavab olacaq 3 və 4. Smart, ağıllı, hard, çətin. 7-ci sualda yenə simple, sadə sifətlər istənilir bizdən. Baxırıq ki, clean, təmiz, bu sadədir. Happy, xoşbəxt, bu sadədir. Playful, full şəkilçisi ilə düzəlib və broken, n-lə düzəlib. Cavab A variantı. 8-də yenə simple adjectives, small, balaca və deep, dərin doğrudur. 2-də fearless, qorxusuz, less şəkilçisi ilə düzəlib və helpful, yararlı, full şəkilçisi ilə düzələn düzəltmə sifətdir. 9-cu sualda derivative adjectives, yəni düzəltmə sifətləri istənilir artıq. Baxırıq ki, burada careful, full şəkilçisi var və deməli tasty sözündə biz görürük ki, axırda y şəkilçisi artırılıb, suffiksi. Clever, ağıllı, sadədir və quiet, sakit, bu da sadə sifətdir. Doğru cavab olacaq C variantı. 10-cu sualda derivative adjectives, yenə düzəltmə. Painful, pain, ağrı deməkdir. Painful, ağrılı. Və buradakı successful, uğurlu sözü də full şəkilçisi ilə düzəlib, hər ikisi. 1-3 doğru cavab olacaq. Small, balaca, sadədir və sharp, iti, bu da sadədir. 11. Düzəltmə sifətlər. Full görürük burada, colorful rəngdir və helpful olacaq. 1-2 A variantı. 12-də compound, mürəkkəb sifətlər. Mürəkkəb sifətlər bilirik ki, mürəkkəb dedikdə 2 və daha artıq sözün birləşməsindən yaransın. Old fashioned və red haired. 1-2 görürük ki, hər ikisində də 2 sifət var. 13-də long lasting, uzun ömürlü və short tempered. 1-2 doğru cavabımız olacaq. 14 simple adjectives, sadə deməli sifətlər bizdən istənilir. Baxırıq variantlarda deep, dərin və red, qırmızı, bunlar sadədir. Digərlərində interesting, ing şəkilçisi var. Historic, cloudy, famous. Bunlar deməli sifət düzəldən şəkilçilər qoşulub bu sözlərə. 15-də
Deməli, burada derivativ, burada artıq düzəltmə istənilir bizdən. A variantında full görürük və heroic sözündə hero, qəhrəman, deməli, sözündən yaranmış sifətdir. A variantı ilə doğrudur. Bunlar hər ikisi də deməli düzəltmə sifətlərdir. 16 compound adjectives. Mürəkkəb sifətlər bizdən istənilir. Mürəkkəb baxırıq. Y variantında high spirited, narrow minded. Bilirik ki, bunlar deməli düzəltmə sifətlərdir. Yüksək əhval-ruhiyyəli deməkdir. High spirited, narrow minded, yəni dar düşüncəli. 17-də düzəltmə sifətlər, şəkilçiləri axtarırıq biz təbii ki və görürük ki, B variantında sonunda sifət düzəldən şəkilçilər var, kreativ və rahat. 18-də şəkilçi axtarırıq yenə. A variantında Y şəkilçisi, LY daha doğrusu və full şəkilçilər var. Lovely, sevimli, peaceful, sülhsevər, sakit, huzurlu. 19-da compound mürəkkəb. Y variantın deməli doğru cavab kimi götürürük. Red-headed və kind-hearted. Kind-hearted, yəni mehriban deməkdir. 20-də simple adjective, sadə sifətlər. Baxırıq ki, sonlarında full var, yəni bunlar düzəltmədir və Y şəkilçisi var. Rainy, snowy, yağışlı, qarlı düzəltmədir bunlar. Düzgün cavab olacaq elə B variantı, lazy, tənbəl və quick, sürətli. Növbəti səhifədə isə the degrees of adjective, yəni sifətin dərəcələri bizə verilib. Biz buradan baxırıq. Birinci sualda deməli bizə verilib ki, as görürük burada. As bildiyimiz kimi adi dərəcəni yaradır. A variantında tall olacaq. As tall as. İkinci sualda than var. Than bilirik ki, müqayisə dərəcəsidir və bizə boring sifəti verilibsə, bunun müqayisəsi more-la olacaq. Yəni more boring, daha sıxıcı. Üçüncü sualda than müqayisə dərəcəsidir və delicious sifətini görürük. Bunun müqayisəsi də olacaq more delicious. Dördüncü sualda hansı sözlərdə most istifadə olunur? Most bilirik ki, çox hecalı sifətlərə artırılır və çox hecalı sifət 1 və 2-də verilib. Yəni düzgün cavab C variantı. 5-ci sualda than müqayisə dərəcəsini yaradır. Deməli, more experienced, daha təcrübəli və bilirik ki, əlavə olaraq da müqayisə dərəcəsində little, a little və yaxud da much istifadə oluna bilər. Yəni fikri qüvvətləndirmək üçün və ya azaltmaq üçün little more, much more bu kimi ifadələri işlədə bilərik. Doğrudur, D variantı. To və very isə adi dərəcə ilə işlənir. 6-da one of. One of və sonda da in life, həyatında sözləri və biridir. Üstünlük dərəcəsi ilə işlənir. Yəni the most valuable, ən dəyərli. Sağlamlıq həyatda ən dəyərli şeylərdən biridir. 7-ci sualda zən görürük, zən müqayisə dərəcəsini yaradır və bilirik ki, deməli, elder sözü zənlə işlənmir. Düzdür, ailədə böyük dediyimiz zaman biz elderdən istifadə edirik və yaxud da the eldest. Lakin zən gördüyümüz vaxt elder istifadə oluna bilməz. Burada biz older deməliyik. 8-ci sualda I have ever had. Yəni, bu deyir, həyatımda yaşadığım, indiyə kimi gördüyüm ən pis təcrübədir. Baxırıq ki, bad sözünün bizə lazımdır üstünlüyü. Bad, worse müqayisədir. The worst üstünlükdür. Yəni B variantı ən pis the worst olacaq. 9-cu sualda burada nöqtələrdən əvvəl to verilib. To adi dərəcələ işlənir və adi dərəcə görürük ki, Y variantında verilib. 10-cu sualda as. As adi dərəcəni yaradır və adi dərəcə olacaq difficult. 11-də də həmçinin as obedient,
itaətkar sözü B variantı olacaq. 12-də zən. Zən müqayisədir və müqayisədə good yaxşı sözünün müqayisəsi better və bad sözünün müqayisəsi worse. 1 və 2 olacaq. Best və worst sözləri isə üstünlük dərəcəsindədir. 13 zən müqayisə dərəcəsidir və interesting olacaq more interesting. 14 zən müqayisədir. Tall sifəti müqayisə dərəcəsinə düşəndə olur taller. A variantı. 15-də at the event. At the event yəni tədbirdə o rəqqas idi. Bizə burada lazımdır üstünlük dərəcəsi. Çünki hər hansı bir məkan dedikdə in our life, in my family, in our group bu kimi sözlər in the world, dünyada, qrupda, ailədə, tədbirdə, sinifdə bu kimi sözlər işləndikdə biz üstünlük dərəcəsini götürürük. The most graceful olacaq. 16-da görürük ki, deyir yemək spicy, yəni ədviyyatlı idi. Sifətdən sonra işlənə bilən burada yalnızca enough-dır. Digərləri sifətin önündə işlənir, lakin enough sifətdən sonra gəlir. 17-ci sualda deməli, nöqtələrdən əvvəl the article-ını görürük və üstünlük dərəcəsində bilirik ki, the article işlənir. Cavabımız olacaq B variantı, the clearest, ən təmiz. 18-də zən var, zən müqayisə yaradır və heavy, deməli, sifətinin müqayisə dərəcəsi təbii ki, heavier olacaq, heavier, B variantı. 19-da zən yenə müqayisə dərəcəsini istəyir və funny sifəti olacaq funnier, erlə düzələcək. Baxırıq 20-ci suala. Deməli, 20-ci sualda yenə burada zən var və zən müqayisə dərəcəsidir. Müqayisədə intense sözü more intense olacaq. Biz much more intense də deyə bilərik. Yəni more intense də doğrudur. Much more intense də doğrudur. Yəni much önünə yazıla da bilər, yazılmaya da bilər. Doğrudur hər iki halda. A variantı. 21-də baxırıq ki, burada and işlənib və bağlayıcısı. Və bağlayıcısı olduğu vaxtda hər iki tərəfi də eyni dərəcədə işlətməliyik. Yəni adi dərəcəsi hər iki tərəfdə adi dərəcə və yaxud da müqayisədirsə, yəni hər iki tərəfdə müqayisə olmalıdır. Burada bizə deməli sualdan görürük ki, hər iki tərəfi eyni dərəcədə olan sifətlər yoxdur. Deməli, burada fərqli bir qaydadır. Biz bunu tərcümə edirik. It's getting, deməli, darker. Hava get-gedə qaralır. Hava get-gedə qaralır, yəni daha qaranlıq olur. Deyəndə biz darker deyəcəyik. Daha sonra isə növbəti cümlə artıq bu sifətlərə aid deyil. Fərqli tipdə bir cümlədir. Deyir, sonuncu avtobus artıq gedəcək, tezliklə buranı tərk edəcək. Sonuncu avtobus deyəndə isə biz the last bus deməliyik. Last və next sözlərindən əvvəl deməli, the article nə vaxt yazıla bilirdi? Zaman mənalı sözlə, yəni gəlmədiyi zaman sonuncu avtobus, növbəti stansiya, sonuncu stansiya dediyimiz vaxtda the article-ını yaza bilərik. Yəni doğrudur. Burada artıq and-in hər iki tərəfi eyni dərəcədə olmadı, çünki fərqli cümlələrdir. Yəni hava qaralır, sonuncu avtobus tezliklə gedəcək. 22-ci sualda deməli, burada zən var, zən müqayisə dərəcəsini yaradır. Baxırıq ki, müqayisədə olanlar hamısı müqayisədə verilib. Buradakı cavabların hamısında müqayisə dərəcəsi var. Sadəcə ə artiklını görürük burada. Zəndən əvvəl əgər sayıla bilən tək isim işlənsə, bu zaman ə artiklını yaza bilərik. Lakin zəndən qabaqda sayıla bilən tək isim yoxdursa, bu zaman yəni ə artiklını bura yazmağa ehtiyac yoxdur. Ona görə cavabımız olacaq 1 və 2 Y variantı.
23-də one of görürük burada üstünlük. I have ever taken. Bu da həmçinin yenə üstünlük dərəcəsini bizdən istəyir. Və üstünlük dərəcəsində olanlar the most enjoyable. Ən zövq verici səyahətimiz idi. 24-də yenədən müqayisə dərəcəsini yaradır. Interesting olacaq more interesting, daha maraqlı. 25-də as adi dərəcədir və dangerous, təhlükəli, bu da adi dərəcədədir. 26-da than var burada. Than olan yerlərdə elder işlənməz. Həmçinin oldest-də təbii ki, üstünlük olduğu üçün onu da qoya bilmərik. Və B və C variantında bizə burada ailədə artıq böyükdən danışırsa biz elder deyirik. Elder sister. Yəni Tinanın böyük bacısı older than her, yəni ondan daha böyükdür. Than olan yerlərdə elder işlətmirik, lakin yenə ailədə böyükdürsə bu zaman elder yazmalıyıq. 27-də from the sun, yəni günəşdən baxmalıyıq ki, Neptun günəşdən ən uzaq planetdir. Üstünlük dərəcəsində götürəcəyik Y variantı. 28-də today the weather is not, it was last week. Not varsa əgər, bilirik ki, as təsdiqdir, not so as isə bunun yəni inkar forması bu cürə düzəlir. Not so as kimi deyil mənasına gəlir. Sonra 29, the train is a bus. Qatar, avtobus kimi sürətlidir. As fast as doğru cavabdır. Yəni so as olmaz, çünki not so as kimi işlənir. Muchdan sonra müqayisə dərəcəsi gəlir. Much faster ola bilərdi. More ola bilməz. Və most fast yox, fastest ola bilərdi. The fastest. 30-da yenə one deyir və I have ever watched deyir. Yəni have ever harda gördüksə orada artıq üstünlük dərəcəsini götürməliyik. Üstünlükdə olan da təbii ki, burada B variantıdır. The best. Good'un üstünlüyüdür. Good, better, the best. 31-də than müqayisə dərəcəsidir. Elə A variantı olacaq burada. Much more exciting. Daha həyəcan verici, daha maraqlı. 32-ci sualda burada than var. Than müqayisə dərəcəsini yaradır və müqayisədə much olur more. Yəni B variantı doğrudur. Most üstünlükdür, least də üstünlükdür, little isə adi dərəcədir. 33-də baxırıq ki, not so as ola bilər. As difficult as doğrudur və ola bilər. D variantı da much difficult olmaz. Much more difficult ola bilərdi. C-də as difficult as olmalıdır. Y variantında as more difficult belə olmaz. Yəni as difficult as adi dərəcə ilə işlənməlidir. B variantı elə doğrudur. 34-də than müqayisədir və new air ilə düzələcək tək hecalı olduğu üçün. 35-də he is singer in the competition. In the competition, yəni yarışda təbii ki, üstünlük olmalıdır. The best, yəni ən yaxşı müğənni idi yarışdakı. 36-da the knife is dull, please hand me one. Deməli, bıçaq kütdür, zəhmət olmasa mənə ver. Daha iti birini. One. One bilirik ki, burada bıçağı əvəz edir və bıçaq sayıla bilən isimdir. Sayıla bilən tək ismi əvəz etdiyi üçün mütləq orada bir article olmalıdır və a sharper one. Cavablardan yalnızca Y variantında e artiklı var. Biz bu one'a görə e artiklı olanı işlədirik. 37-də at the workshop. Deməli, emalatxanadakı mexanikdir. Deməli, əgər yer bildirirsə bizə üstünlük dərəcəsini götürməliyik. The most experienced, yəni ən təcrübəli mexanikdir emalatxanadakı. Növbəti səhifədə 38-də of the night, yəni gecənin performansı, gecənin ifası.
Bizə lazımdır burada üstünlük dərəcəsi. O da olacaq the fastest, yəni ən sürətli ifası idi gecənin. 39-da zen müqayisə dərəcəsini yaradır və short sözü müqayisədə olacaq təbii ki, shorter. 40-da zen müqayisə dərəcəsini istəyir və interesting olur. More interesting, daha maraqlı. 41-də in the room. In the room otaqda. Yenə bizə bir məkan deyir. Yəni otaqda dediyi üçün yenə üstünlük dərəcəsini götürməliyik. The most comfortable. Yəni mənim yatağım otaqdakı ən rahat yataqdır. Ən rahatıdır. 42 than müqayisə dərəcəsidir. Prettier deməliyik müqayisədə və yaxud da much prettier. Daha da deməli gözəldir. Əkiz bacısından. 43-də I have played. Yenə have görürük burada. I have played olacaq üstünlük dərəcəsi və üstünlükdə olan the fastest, yəni ən sürətli oyun idi. İndiyə kimi oynadığım. Baxırıq 44-də the metal is steel. Metal polad kimi, deməli bu metal polad kimi hard, möhkəmdir deyə bilərik. As hard as doğru cavabımız olacaq. 45-də than müqayisədir. Deməli burada biz better işlədə bilərik. Daha yaxşı, good adidir. The best üstünlükdür və a better, yəni a artiklını bura qoyacaq bir isimimiz yoxdur. Ona görə onu işlətmirik. Və ikinci tərəfdə də Alice is the best of all. Ali onlardan ən yaxşısıdır. 46 Hyde Park is park many people visit in London. Deməli Londondakı in London dediyi üçün yenə üstünlük götürməliyik. The largest, ən böyük parkdır. 47 Şeyx Səfi is said to be carpet in existence. Yəni yenə Şeyx Səfi deyib ki, deməli mövcud olan ən böyük xalçadır bu. In existence, artıq bu da deyir ki, bizə üstünlük lazımdır burada. Ən böyük götürməliyik. 48 zen müqayisədir. Small müqayisədə olacaq. Smaller. 49-da my brother, mənim böyük qardaşım demək istəyiriksə, my elder brother deyəcəyik. Mənim böyük qardaşım. Və zənlə isə zənlə elder işlətmək olmaz. Zənlə biz yalnızca older deməliyik. Yəni birinci my elder brother, ikinci tərəfdə isə older than. Yəni elder than yox, older than doğrudur. 50-də what mountain you have climbed? Sən yəni indiyə kimi dırmaşdığın yəqin ki ən böyük dağ nədir? Baxırıq ki biz burada 50-də ən hündür deyirsə the highest. What's the highest mountain you have climbed? B variantı olacaq düzgün cavab. 51-də than üstünlükdür, daha doğrusu müqayisədir. Və burada müqayisədə olan taller olacaq. Taller. Deməli, he's in their team. Yəni komandasında, bu artıq komandada üstünlük dərəcəsidir. The tallest. Y variantı. 52-ci sualda this task is difficult for me to complete quickly. Bu tapşırıq tez tamamlamaq üçün, deməli mənim üçün çətindir deyirik. Çətin olacaq less, least deyə bilməliyik. Çünki az çətindir olmaz. Tez tamamlamağa çox çətindir deməliyik. More difficult, daha çətindir. Too difficult, olduqca çətindir. 2 və 3 C variantı doğrudur. 53-də than müqayisədir və taller deməliyik burada B variantı. 54-də I have ever watched, yəni ömrümdə baxdığım üstünlük dərəcəsi lazımdır və bad sözün üstünlüyü olacaq the worst, yəni ən pis. 55-də deməli burada maşın sürmək, velosiped sürmək qədər deməli asan deyil, ola bilər.
Baxırıq ki, the easiest ən asandır. Doğru deyil. Easier müqayisə dərəcəsi burada yoxdur. Easiest önündə the article yoxdur. More easy də olmur. Biz easier deyə bilərik sonuna er artıraraq. Qalır C variantı as easy as. As çox az hallarda belə inkarda da işlənə bilir. Not as. Çox vaxt təsdiqdə işlənir. İnkar halında biz not so as işlədirik. Lakin bəzi durumlarda belə inkarda da işlənə bilir. Bu da doğrudur. 56-da I have ever had, yəni ömrümdə gördüyüm trip, yəni necə səyahət idi deyə bilərik ki, üstünlükdə. The worst, ən pis və yaxud da the best, ən yaxşı. Növbəti səhifədə deməli, as görürük burada. As adi dərəcədir və adi dərəcəmiz D variantı heavy. 58-də zən müqayisədir. Müqayisədə interesting olacaq, more interesting. Lakin much more interesting də deyə bilərik. Bu da doğrudur. 59-da zən yerə müqayisədir. Müqayisədə young bilirik ki, tək hecalıdır. Younger olacaq. Younger zən. 60-da of the term bu üstünlük dərəcəsidir. In-lə və yaxud da of-la verilən bu ifadələr üstünlük dərəcəsini bildirir. Və üstünlükdə olan da baxırıq ki, the most difficult. 61-də as adi dərəcədir və tall olacaq sadəcə. 62-də zən var. Zən müqayisə dərəcəsi, oldun müqayisəsi olacaq older. 63-də the giraffe is animal we know. Bizim bildiyimiz, bizim tanıdığımız zürafə ən hündür heyvandır, ən uzun heyvandır. Ona görə deyirik the tallest. 64-də baxın, burada bizə deməli zən verilib. Zən müqayisə dərəcəsidir. Ona görə adi dərəcələr işlənməz. Və attention sözü də demək few sözü ilə işlənməz. Çünki few cəm isimlərlə gəlir. Bu isə sayıla bilmir deyə less attention. 65-də one of üstünlük dərəcəsidir və üstünlükdə olacaq the oldest, yəni ən köhnə universitetlərdən biridir, Cambridge. 66-da to görürük nöqtələrdən qabaq, to'dan sonra adi dərəcə gəlir, olacaq too big, olduqca böyük. 67-də much müqayisə dərəcəsi istəyir özündən sonra, much more difficult deməliyik biz. I have ever talked to. İndiyə kimi danışdığım ən qəribə adam idi. Olacaq ən qəribə, deməli D variantı the strangest. 69 of his time, yəni öz vaxtının necə dedektivi idi? Öz vaxtının deyirsə the best dedektiv, ən yaxşı dedektiv idi. 70-də as adi dərəcədir və clever adi dərəcədədir. As clever as. 71. Deməli, that's one. Bu fərqli biridir deyirik. One görürük ki, one sayıla bilir. Yəni, bir deyirsə, onun qarşısına bir article yazmalıyıq. Ona görə biz a different one deyirik. Sonra isə zən var. Zən müqayisə dərəcəsidir və much different yox, much more different ola bilərdi. Ona görə götürürük burada D variantını. More different, yəni daha fərqli. 72-də zən müqayisə dərəcəsini yaradır və müqayisəyə baxırıq ki, most üstünlükdür, the least üstünlükdür. Article burada artıqdır, çünki zəndən qabaq yenə isim yoxdur. B-də isə much serious yox, much more serious deyə bilərik. Qalır A variantı less little-ın müqayisəsidir. Less serious işlədə bilərik, doğrudur. 73-də deməli burada Z article ilə the last. Quran sonuncu müqəddəs kitabdır. Bilirik ki, sonuncudur. Buna görə the last and holiest deməliyik C variantı. Baxın, burada bircə Z article-ın işlənməsi kifayətdir. Yəni, and-in hər iki tərəfində the article işlədilməyəcək.
öndə işlənsə bir dəfə kifayət edir. 74-dən müqayisə baxırıq ki, correct olacaq, more correct, daha doğru. Və sonuncu sualda among arasında deməkdir. Çox şeyin arasında təbii ki, yəni üstünlük dərəcəsi istəyir. Dangerous üstünlükdə olacaq. The most dangerous A variantı.